İsrail dövləti Türkiyə ilə onsuz da gərgin olan diplomatik münasibətləri tamamilə qopma nöqtəsinə gətirə biləcək növbəti səs-küylü və qərəzli addıma hazırlaşır. İsrailin Xarici İşlər naziri Gideon Sar erməni tərəfinin 1915-ci il hadisələri ilə bağlı irəli sürdüyü qondarma erməni soyqırımı iddialarının rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsini hökumətin yaxın günlərdə keçiriləcək iclasının gündəliyinə çıxarmaq niyyətindədir. Mövzu ilə bağlı əldə olunan məlumata görə rəsmi Təl-Əviv bu layihə vasitəsilə sözgedən tarixi iddiaları hüquqi müstəvidə rəsmiləşdirməyi planlaşdırır. Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da verdiyi rəsmi bəyanatda ölkəsinin bu qondarma hadisələri artıq faktiki olaraq erməni soyqırımı kimi qəbul etdiyini və tanıdığını iddia etmişdi. Siyasi şərhçilər İsrail Xarici İşlər Nazirliyinin bu addımını son dövrlər regionda Ankara ilə yaşanan kəskin siyasi və hərbi qarşıdurmanın qisası və Türkiyəyə qarşı növbəti təzyiqin rıçaqı kimi qiymətləndirir.